911, address of the emergency. 1620 Drink Plate. No, you stay with me, okay? I got everybody coming to help you. You stay on the phone, don't hang up. Az əvvəl dinlədiyiniz üzgü telefon çağrısı Daniel Lane adlı qadının evindən edilmişdi. Daniel normal ailə qadını idi. 1997-ci ildə Jason adlı adamla evləndi və evləndikdən qısa müddət sonra 2 qız dünyaya gətirdi. Daniel'ın ailə həyatı istiqrarlı və xoşbəxt idi. Ancaq 3 il sonra bütün həyatını dəyişdirəcək qəza meydana gəldi. 2000-ci ildə Daniel bir oğlan uşağı dünyaya gətirdi. Amma üzücü bir şəkildə Daniel'ın oğlu 2 yaşında həyatını itirdi. Təəssüflər olsun ki, qonşuların hovuzuna düşdü və boğuldu. Öz uşağının ölümü qadını zehnsel sarsdı və tez-tez yoldaşı ilə dalaşmağa başladı. 2007 ilində isə Daniel yoldaşı Jason'dan boşandı və 2 qızı ilə ayrı yaşamağa başladı. Boşanmadan sonra Daniel 5 il boyunca heç kimlə ciddi münasibətə başlamadı. Ancaq 2012-ci ilin sonunda David adında bir adamla tanış oldu. David də yoldaşından boşanmışdı. İlk yoldaşından 2 qızı var idi. Ancaq anaları ilə ayrı yaşırdılar. Daniel və David bir-birlərlə yaxşı anlaşdılar və buna görə də romantik ilişkiləri sürətlə evliliklə bitdi. Evlilikdən sonra Daniel və David qızlarıyla birlikdə Davidin Colorado Longmontdakı evinə yaşamaq üçün köçdü. Daniel və David yetişkin qızlar olduğu üçün artıq uşaq sahibi olmağı planlamırdılar. Ancaq 2014-də bir illik evlilikdən sonra Daniel David'e hamile olduğunu dedi. İlk başta David bu xəbərə çox sevinmədi. Ancaq uşağının cinsinin oğlan olacağını öyrəndikdə Daniel'ın hamiləliyinə sevindi. David bir oğlu və bir varisi olacağı üçün çox sevinmişdi və çox xoşbəxt idi. ...2015-in mart ayına gəldiyimizdə Daniel'ın hamiləliyi sona çatmaq üzrə idi. Ancaq uşağın doğumu gerçəkləşmədi. Daniel'ın 35 yaş olduğu üçün hamilə olmağı gəncliyindəki kimi asan olmadı və buna görə də tez-tez həkimə getdi. 18 martda Daniel və yoldaşı uşaqlarının doğumunun gecikmə səbəbini öyrənmək üçün birlikdə həkimə getməyə planladılar. O gün Daniel hər zaman kimi evdə idi. Həkim rezervasiyası üçün hazırlaşırdı. Qızları isə həmin vaxtı məktəbdə idi. İşdən tez çıxdıqdan sonra David hamilə yoldaşını həkimə aparmaq üçün günorta 2-də evə gəldi. Evə girən David yoldaşını hamam qapısının ağzında ağlayaraq qanlar içində gördü. Qorxmuş olan David yoldaşına nə olduğunu soruşdu. Yoldaşı isə ani bir doğum olduğunu dedi. David hamama girdi və yerdə yatan yeni doğulmuş uşağını gördü və ona doğru qaçdı. Balaca ağzının açıq olmadığını gördü. Uşaq ağlamırdı və səs çıxarmırdı. Bütün bu qorxunçluqları görən David həyəcanlı şəkildə uşağı və yoldaşını maşını qoyaraq yaxınlıqdakı xəstəxanaya sürdü. Maşın dayanan kimi David maşından düşərək qışqırmağa başladı. Nə yazıq ki, həkimlərin bütün çabalarına rəğmən uşaq həyatını itirdi. Daniel və David üçün uşaqların ikisi çox böyük kədər idi. Yaşanan bu durum Daniel'a 2 yaşında həyatını itirən oğlunu xatırlatdı. O anda cütlüyün bütün xəyalları yıxıldı. Ancaq bu hələ də şok edici bir şey değildi. Daniel və David xəstəxanada olan zaman Daniel və Davidin evindən bir qadın 102 polis xidmətinə zəng etmişdi. 911, address of the emergency. 1620 Drink Plate. 1620 what? Green Plate. I can't understand the street. Green Plate. Green place. Green like the color? Yeah. Okay, well tell me what happened. She cut me Who cut you? downstairs. I don't know. Okay, who cut you? There's a girl I was wanted to was trying to look at. What did she cut you with? I'm pregnant. She got me on my stomach. I'm afraid. She cut you in your stomach? I'm pregnant. What is the suspect's name? I don't remember. Hang on, okay? I'm gonna this. She is. I'm bleeding out. I know you need to stay on the phone with me, okay? I'm getting everybody to you, okay? I'm bleeding out.
I know you stay with me, okay? I got everybody coming to help you. You stay on the phone. Don't hang up. 2102, 2120. How far along are you? 7 months. 7 months? Okay. Are you alone in the house? No. You stay with me. Don't go to sleep. You stay with me. You're downstairs in the basement. Michelle, don't you go to sleep, okay? You stay on the phone with me. Can you tell me, did she have any other weapons besides your knife? She broke his glass. She broke the glass? Did she stab you with the broken glass also? Yeah. Crazy one. Oh, think real hard, okay? I need you to take a towel and put it on your wound. How many wounds do you have? No. She didn't say off. More than one? Oh, yeah. Okay. Oh. We got everybody in the way. They're trying to find you now. I heard the doorbell ring. I heard the doorbell ring. Is that them? Okay. Are they ringing the doorbell? She cannot get to it. Oh. Yeah, they're here. They're here. Okay, I'll let you go. Polisə gələn bu zəng Daniel'ın uydurduğu bütün yalanları su üzərinə çıxardı. Əslində Daniel heç hamilə değildi. Davidi özünə yaxın tutmaq üçün rol oynayırdı. Tez-tez çıxan davalara görə onu tərk edəcəyindən qorxurdu. Bunca vaxt Daniel saxta bir göbəklə edirdi və Davidi əsla onunla birlikdə həkim yoxlanışına getməsinə icazə verməmişdi. Sirrini gizlətmək üçün xəstəxanadan saxta test kağızları belə almağı bacarmışdı. Son aylarda David Daniel'ın yalan danışdığından şübhələnməyə başlamışdı. Hətta dostu ilə bu haqda yazışmışdı. David özəlliklə doğumun ertələndiyi üçün yoldaşını xəstəxanaya getməyə razı saldı. Bu sırada isə Daniel yalanlarını gizlətmək üçün çox acımasızca bir plan düşündü. Olaydan bir neçə gün öncə Daniel internetdə Craigslist saytında bir elan paylaşdı. Elanda hamilə qadın paltarlarını pulsuz payladığına dair elan yazdı. O sırada 7 aylıq hamile olan Michelle Wilcox elana cavab verdi. Daniel 18 mart sabahı xəstəxanaya getmədən öncə Michellə evinə gəlməsi haqqında danışdı və Michelle razı oldu. O gün isə Michelle onlara gəldi və içəri girdi. Daniel söz verdiyi kimi ona köhnə əşyalarını verdi və ondan sonra gənc analar bir saat bir-birləri ilə söhbət etməyə başladı. Michelle yoldaşı ilə qızlarının dünyaya gəlməsini gözlədiyini və qızının adına Aura qoyacaqlarını dedi. O sırada Daniel öz qızlarının köhnə paltarlarını ona verməyi təklif etdi. Bu təklifi qəbul edən Michelle Daniel'la birlikdə evin padval qatında yerləşən qızlarının otağına kimi Daniel'ı izlədi. Daniel bir neçə dəqiqə dolabda paltar axtardı və Michelle buna gərək olmadığı, özünə əziyyət verməməsini dedi. Daniel'la paltarlar üçün təşəkkür edən Michelle evin birinci qatına çıxan pilləkənləri çıxmağa başlamışdı ki, Daniel onun belinə ağır bir cisimlə vurdu və paltarından tutaraq onu yenidən otağa çəkməyə başladı. Michelle o anda nələr olduğunu anlaya bilmədi. Sadəcə Daniel'la yalvarmağa başladı. Daniel isə ona inanmadığını və polisə zəng edəcəyini qışqırdı. Bu sözlərdən sonra Daniel onu yatağa doğru sürdü və bir neçə dəfə vurdu və onu yastıqlarla boğmağa başladı. Michelle özünü qorumağa çalışsa da bu onun üçün çox zor idi. Çünki 7 aylıq hamilə idi. Onu boğmağa çalışan Daniel'ın əlindən yastıqları almağı bacardığında Daniel'ın əlinə keçirdiyi lampanı aldı və Michelle'in başına vurdu. Ayrıca qırılan lampanı aldı və Michelle'in boynuna batırdı. Beləsinə ciddi bir yarası olan Michelle son gücünü itirdi və huşu getdi. Bundan sonra Daniel planının ən qorxunc yerinə keçdi. Bir mətbəx bıçağı aldı və Michelle'in qarnında uzun bir kəsik açdı və əlini Michelle'in qarnındakı kəsiyə doğru soxdu və Aaron'un doğmamış bədənini çıxardı. Daniel doğmamış uşağı hamama qoyaraq izləri təmizləməyə başladı. Ləkəli paltarları paltar yuyana atdı. Yarısını isə zibil torbalarına yığdı. Ərinin qısa müddətli və qayıdacağını anlayan Daniel ona zəng etdi və qızlarının məktəbinə gəlməsini dedi. Beləcə Daniel cinayət yerini təmizləməyə vaxt qazandı və beləcə David Daniel'ın yalanlarına yenə inandı. Çox ciddi yara alaraq və qan itkisinə rəğmən Michelle 102 xidmətinə zəng etdi. Cinayət yerində polislər gördükləri mənzərə qarşısında şok oldu. Polis məmurlarından biri Michelle'in qarnındakı kəskdən iç orqanlarının belə görsəndiyini dedi.
Polis məmurları Michel tapar tapmaz onu tez xəstəxanaya çatdırdı. Bu xəstəxananın o sırada David və Dylan'ın qaldığı xəstəxana olduğu məlum oldu. Cərrahlar Michelin həyatını xilas etməyə çalışarkən, polislər o xəstəxanada yatan Dylan'ı sorğulamağa getdi. Polis danışdığı müddətcə Dylan yalan danışmağa davam etdi. Ancaq Dylan'ın əleyhindəki sübutlar onun yalanlarından daha güclüdür. Dylan həkimlər tərəfindən müalicə olunduqdan sonra polis Dylan'ın heç hamilə olmadığı və uşağın da ona məxsus olmadığını öyrəndi. Dylan artıq yalan danışa bilməyəcəyini anlayanda yeni bir hekayə uydurdu. Michelin köhnə paltarlarını almağa gəldiyini dedi. Dylan Michelin ona hücum etdiyini, yaşanan dava zamanı özünü müdafiə etdiyini, səhvliklə onu boğduğunu və uşağı xilas etmək üçün Michelin qarnını yardığını dedi. Əlbəttə, polislər Dylan'ın bu hekayəsinə inanmadı. Araşdırmalar davam edərkən cərrahlar Michel'i 10 saat əməliyyat etdilər və həyatını qurtarmağı bacardılar. Ayrıca Michel'i əməliyyat edən cərrah qarnındakı kəsiyin çox düzgün kəsildiyini dedi. Əslində Dylan'ın həkimlik sertifikatı var idi. Bunun üçün də bunu edərkən çox zorlanmamışdı. Əməliyyatdan 2 gün sonra Michel'in zehni yerinə gəldi. Ancaq hələ də zəif idi və danışa bilmirdi. 2 gün sonra polisə ifadə verə bildi və Dylan yerindəcə həbs olundu. 2016-cı ildə Dylan'ın ilk məhkəməsi baş tutdu. Hakim Dylan'ı cinayətə təşəbbüs, 1-ci dərəcədən saldırganlıq və icazəsiz doğum etməkdən günahkar bildi və Dylan'ı 100 il həbs cəzasına məhkum etdi. İnsan övladı olaraq bəzən həyatımızda çox böyük səhvlər edirik. Bu səhvlər həyatımıza bəzən mənfi, bəzən müsbət təsir edir. Həyatdan zövq almaq və həyatı doyuncaya qədər yaşamaq ümidi ilə. Sağ ol. Cinayət və cinayətkarlardan uzaq ol.